Çox böyük bir iş görürsünüz, Naxçıvan ziyalıları olaraq. İlk növbədə gördüyünüz işin əhəmiyyəti ondadır ki, Azərbaycanın bu korrupsioner hakimiyyətinin Naxçıvanlıların adının altında gizlənərək bu cinayətləri törətməsinin qarşısını alırsınız. Bu, o çox mühüm bir məsələdir. Çünki əslində biz bilirik ki, ölkədə hakimiyyət 20-25 oliqarxın, hansılar ki, cinayətkarlarla da çulğalaşıblar, o oliqarxların, o hakim ailələrin əlində cəmləşib, amma istəyirdilər, könüllərindən keçirdi ki, özlərinə sosial baza kimi ölkənin böyük regionlarını seçsinlər və Heydər Əliyevin vaxtında bəlkə də buna iddia eləməyə müəyyən əsasları var idi, amma hər halda şuurlu şəkildə çalışırlar belə təqdimat verməyə ki, Azərbaycanda hakimiyyətdə olan bu qrup, azgöz oliqarxlar Azərbaycanın böyük bölgələrinin təmsilçiləridirlər. Qərbi Azərbaycanlıların, Naxçıvanlıların təmsilçiləridirlər. Artıq cəmaət başa düşdü ki, bu yalan bir tərəfdən yalan olduğuna görə pisdir, o biri tərəfdən isə insanların arasında qarşıdurma yaradır, haqsız yerə qarşıdurma yaradır. Biz bu yaxınlarda Azadlıq Radiosunun İstanbuldan Naxçıvanlılarla bağlı hazırladığı reportaja baxdıq. Ümid edirəm, siz də baxmışsınız. Ürək ağrıdan bir reportajıdır. Yəqin ki, biz reportajdan baxmışıq, sizin bir öz ailələriniz, qohumlarınız vasitəsilə o insanların necə, hansı şəraitdə yaşadığını hamısınız bilirsiniz. Və belə bir şəraitdə 10 minlərlə, bəlkə də 100 minlərlə Naxçıvanlı belə bir şəraitdə çörəyini qazandığı bir məqamda burada kimlərsə öz dövlət səviyyəsində həyata keçirdikləri cinayətlərini həmin bu 100 minlərin adından həyata keçirmək istəyirdilər. Siz bu şansı onların əlindən aldınız, maskalarını yırtdınız və buna görə mən sizə təşəkkür edirəm. İkincisi, aparılan bu məkirli siyasət bizim millət kimi formalaşmağımızın qarşısını alırdı. Regional qarşıdurmalar millət kimi formalaşmanın qarşısını alan əsas faktordur. Siz səsinizi qaldırmaqla biz də ay millət eyni bəlanı yaşayırıq. Bu hakimiyyət elə bizə də eyni dərəcədə yaddır deməklə o milli bütövlüyə öz tövbənizi verdiniz. İlk baxışda, bu məsələnin üzərində biraz dayanacaq, ilk baxışda hansısa abuhat elə gələ bilər ki, sizin buradakı toplantınız özü bir regionçuluq əlamətidir. Mən ona görə bu barədə danışmaq istəyirəm. Xeyr, necə ki, 90-cı illərin əvvəllərində, 80-ci illərin sonlarında Bakı Kəndlər Birliyi öz fəaliyyəti ilə Bakılıların digər Azərbaycanlılara qarşı qoyulmasının qarşısını alıb milləti bütövləşdirirdi. Bugün siz həmin o Naxçıvan adından maska kimi istifadə edib xalqa divan tutmaq istəyənlərin argumentini almaqla millətin bütövləşməsinə xidmət edirsiniz. Ona görə də burada hamı başa düşməlidir ki, burada bu insanlar ona görə toplanmayıblar ki, desinlər ki, bizim üçün hər şey yaxşı olsun, başqalarına pis olsun. Yox, bu adamlar deyirlər ki, ay millət, bizim adımızdan istifadə edirlər, amma ən böyük zülmü elə bizə edirlər. Biz hamımız birik, heç bir fərqi yoxdur. Bu zülm eyni dərəcədə və daha artıq dərəcədə Naxçıvandadır. Niyə daha artıq dərəcədə Naxçıvandadır? Çünki Naxçıvanda demokratik hərəkat çox güclü oldu. İndi bəlkə də cavan nəsillər onun fərqində deyirlər. Amma mən onların yadına salmaq istəyirəm ki, Azərbaycanın bölgələrinin arasında demokratik hərəkatın, etiraz hərəkatının ən güclü olduğu bölgələrdən birincisi bəlkə Naxçıvan idi. Ona görə də oraya Naxçıvandakı həmin bu poligonda, laboratoriyada Vasil Talıbov avtoritarizmini yaradandan sonra sakitləşdilərmi? Biz vaxtında deyirdik bunu. Bir neçə il bundan qabaq deyirdik ki, Naxçıvanda bu təcrübə həyata keçiriləndən sonra başqa bölgələrə tətbiq olunacaq. Eyni şey bugün Gəncənin başına gətirilmirmi? Lənkəranın başına gətirilmirmi? Son hadisələrdən sonra Fuad Bəygilə qarşı Lənkəranda o vəhşilik olandan sonra nə qədər Lənkəranlı dostlar mənə məktub yazırlar, zəng edirlər, müraciət edirlər. Biz çox üzülürük, biz çox narahatıq, hökumət bizi belə tətbiq eləmək istəyir ki, biz demokratik hərəkata qarşıyıq. Mən onlara
onlara dedim, dostlar, siz niyə narahat olursunuz? Onu Lənkəranlılar təşkil eləmir ki, başqa bir yerdə onu eləyəndə Qəbələdə eləsə Qəbələni təşkil eləməyəcək ki, Sabirabadda eləsə Sabirabadda eləməyəcək ki, bunu bu cinayətkar dəstə edir. Bu cinayətkar dəstə əksinə sizdən qorxduğuna görə, sizdən ciddi etiraz gözlədiyinə görə indi Naxçıvanın ardınca həmin prinsipləri tətbiq edir Gəncədə, Sumqayıtda, Lənkəranda, haradakı güclü etirazlar ola bilər. Amma mən deyirəm ki, siz bunu bilin, nə Naxçıvanda,